Değerli izləyicilər, sizi kanalımdan salamlayıram. Bu günləri şor qoğalının içliyini hazırlamışam. Keçək hazırlama qaydasına. Əvvəlcə 200 qram kərə yağı, təbii ki, kərə yağı ilə daha dadlı olur, amma siz yenə də hansı yağ sizə sərf eləyir, o yağdan istifadə edə bilərsiniz. 1 xörək qaşığı üyüdülmüş raziyənə, 1 xörək qaşığı üyüdülmüş zirə, 1 çay qaşığı duz, 1 çay qaşığı istiot, 1 çay qaşığı da sarı kök. Mən burada 1 çay qaşığı duzdan istifadə elədim əziz xanımlar. Yəni normal duzluluqdadır. Amma bizə görə, bizim ailəmizə görə bunun duzu bizə görə az olduğu üçün mən çəkilişdən sonra ikinci çay qaşığı duzu da əlavə elədim. Yəni sizin damaq dadınıza uyğun olaraq duzu artıra bilərsiniz. Daha sonra yarım kilogram unu da əlavə edirəm bu qarışımın üzərindən. Umaç hazırlayıram. Bizim yağ burada soyuducudan çıxıb möhkəmdir biraz. Ona görə çalışıram əlimlə əzim. Otaq temperaturunda da olsa problem deyil. Yenə də bizə lazımdır ki, unu burada umaç hazırlayaq. Bütün yağı burada una yedirdirəm və umaç hazırlayıram. Hazırlayandan da sonra əziz xanımlar, yəni hazırladıqca əlinizdə görərsiniz ki, bunun rəngi biraz açıqdır. Yəni narahat olarsınız ki, biraz da sarı kökünü artırasınız. Heç ehtiyac yoxdur. Burada özünüz görəcəksiniz. Yəni bunu qovurduqca mən bunu qovuracam. Rəngi tündləşəcək, yəni sarılığı üzə çıxacaq. Yəni 1 çay qaşığından artıq sarı çox sarı olar, tünd sarı olar. Burada hiss olunmur. Qovurandan sonra sarılığı daha tündləşəcək. Umacımız hazır oldu. Yəni hazır olmasını da gördüyünüz kimi əlimin içində sıxıram və hazır olduğunu ondan yoxlayıram. Bax, burada göstərirəm. Bax, bu formada. Yəni ki, umaç hazırdır. Hazır olduğundan sonra bir tavada qovururam. Burada bizim tavamız qalın tavadır. Qalın tava olsa daha yaxşı. Zəif xodda qovururam. Hardasa 3-4 dəqiqə qovururam. Yəni nazik tavada yana bilər, rəngi qızara bilər. Yəni ehtiyat eləmək lazımdır ki, içliyin rəngi dəyişməsin, qızarmasın. Qovurmaq da ona görədir ki, əziz xanımlar, həm ədviyyatın ətri çox gözəl olur, yayılır. Həm də ki, qoğalın içində qovrulmuş içlik olanda qoğal yaxşı köpür və içində çökmür içlik. Ona görə. Ümumiyyətlə, bütün ədviyyatları qovurmaq daha yaxşıdır istifadə eləyəndə. Necə ki, şəkərburanın içində də hil istifadə edirik, qovurub daha sonra üyüdürük. Gözəl ətri yayılır onda ədviyyatın. Hal-hazırda da bizim içliyimizin çox gözəl ətri var. Bütün evə bürünüb bunun ətri. İçliyimiz hazır oldu. İnşallah siz də şor qoğallarınızı belə içi ilə hazırlayarsınız və dadından da çox məmnun qalarsınız. İzlədiyiniz üçün təşəkkürlər.